Bugün antiterör şehidi Vilayet Ahmedov'un doğum günüdür. Allah mübarek eylesin. Allah bütün şehitlerimden ömrünü mübarek eylesin. O zindeden yani bütün Allah şehitlerimden rahmet eylesin. Allah şehit atalarına, analarına sabır versin. Allah canlarına sağlık. Bu günde bizim yanımızdadır. Birbirimizi hemdir yad ediyoruz. Allah hamdını köməkdir. Çok sağ olun. Hamdına razı olun. Buyurun. Bugün biz şehidin atasının oğlu Vilayet kardeşimizin ad günüdür. Biz ondan ötürü yarışmışız ki şehidimizi yad edək. Onu devlet günü olduğu için onun cennette. Bu bizim için bir varlıktır. Şehitlerimiz kimi Vilayet kardeşimiz de özüne göre antiterörde şehit olmuş o qəhrəmancasına. Allah onun şehit dünyasına versin. Valideynlerine can sağlığı, uzun ömür, onlara səbir diləyir. Allah rəhmət eləsin. Demek bugün Ahmedov vilayetin cennet olan günüdür. Bu münasibetle şehit atamızın, anamızın yani bugün için ana için ağır olduğuna göre biz de onun etrafına toplaşmışız. Geldik hem sabır dileyek hem Allah şehidimiz olsun, şan eylesin. Hakikaten vətənimizin, dövlətimizin, torpağımızın, xalqımızın azadlığı uğrunda gittiler, şehit oldular. Uf demeden hakikaten bir kişi kimi, bir vətənsever xalq kimi, bir vətənsever pərvər, bir qəhrəmancasına uf demeden öz canın bu yolda verdi. Allah ruhunu şad eləsin. Allah bir məsəbir versin ailələrini. Yine de Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Həqiqətən biri var deyəsən dövlətimin, torpağımın yolunda canımı verərəm. Ama biri var verəsən. Bəli, bunlar canım verdi. Elə də bugün ben həqiqətən Ağcabədi rayonunun Münəxoru kənd bütün şehit atalarıyla, Xələkən cəmaatımızla fəxr edirəm, qürur duyuram ki, öz şehitlerine sahip çıktılar. Her bir an şehit ailelerinin yanında olup teskinlik verirler. Hele de şehidimizin her bir an anım günü, ad günü her bir insan gelip ziyaret edirlər. Çok sağ olsunlar. Allah daimi dövlətimizi, xalqımızı, bayrağımızı uca eləsin. Allah bu zəfəri xalqımıza əbəd olaraq yaşasın. Allah Ali Başkomandanı qorsunlar eləsin ki, həqiqətən onun gözəl siyasətindən, onun müdürlük ağlından, savadından biz hələm xalq olaraq çox istifadə eləməliyik. Çox düzgün mövqə, çox düzgün siyasət aparır. Onun üçün də bugün biz həm xalqımızla, həm dövlətimizlə, həm bayrağımızla, hem torpağımızla fəxr edirik, qürur duyuruq. Siz de Emin qardaş çok sağ olun ki, her an şehit ailelerinin yanında olup, Siz sağ olun kardeş, siz de. Öz həmi İmam evladı olduğunu gösterirsen, bir təmənnasız öz şehidine hürmet edirsən. Çok sağ olun. Siz tək qardaşları, ben şəxsən bir şehid atası olarak bağırmamasın. Sağ olun. Sağ olun, heplen. Bugün ayın 1'i iyul bizim vilayet balamızın ad günüdür. Vilayet balamız antiterör şəhid Allah rəhmət eləsin. Bu şəhid, bunun belə deyək də, mən lap körpəliyindən bu uşağa dəqiq fikir vermişəm. Bu balam belə deyəndə həmişə güldürərdi. Həmişə öz qəlbi ilə, öz ürəyi ilə, öz hərəkəti ilə bu kəndin bütün cavanlarından tutmuş yaşlılardan hamısını güldürərdi.
Amma özü hiss eləyərdin ki, gülmürdü. Belə deyim ki, Allah onun bugünkü gündə, bu ad günündə atasına, anasına səbir versin. O, yeganə bir oğludur. Danışayım. Allah rəhmət eləsin. Allah sizə də səbr versin. Allah səbir. Buraya yığışmamızın səbəbi olur ki, vilayət balamızın bu gün mövzudur. Allah atasına, anasına səbir deyir. Bir də tüm şəhidlərimizin Allah yerini değiştirsin. Allah hamısına rəhmət eləsin. Allah səbir verməklə. Sənin qardaş, sən də sağ ol bugünkü gündə çəkirsən. Biz səndən nasılsın? İşlandırırsan, Allah sənə də köməyin olsun. Sağ ol. Borcumuzdur. O hər bir vətəndaşın borcudur.